Salam əziz uşaqlar, hörmətli qonaqlar, hamınızı salamlayıram. Bugün Heydər Əliyev Əbədi Miras kitabının təqdimat mərasimidir. Söz verəcəm hanımefendiler. Hər vaxtınız xeyir əziz dostlar. Təşəkkür edirəm hörmətli Macər xanım, hörmətli Belənikən Natamam Orta Məktəbi direktoru və pedagojik kollektivi, o günlərdə şagird kollektivi. Əziz dostlar, biz sizi salamlamaqda məmnunuq. Dünən bilirsiniz ki, Xocalı faciəsi ilə bağlı ölkənin hər yerində tədbirlər keçirilirdi. Biz də gəlmişdik Lənkəranda 3 nömrəli orta məktəbdə tədbirimiz oldu. Və bugün yığışmamızın əsas səbəblərindən biri də Heydər Əliyev və Əbədi Miras layihəsi. Qısaca bu layihənin adı belədir, amma geniş mənada Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə mənim rəhbərlik etdiyim Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin hazırladığı Milli Konstitusiya və Suveren Azərbaycan Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası layihəsi, kulturucu layihənin təqdimatı, eyni zamanda layihə ilə yanaşı layihə çərçivəsində çap etdiyimiz Heydər Əliyev əbədi irs toplusunun təqdimatı və 5-6 elektron kitab, hansı ki Heydər Əliyevin həyat və fəaliyyəti, kəlamları, Azərbaycan tarixində göstərdiyi fədakar, misilsiz tarixi xidmətlərini özündə əks etdirən məqalələrdən ibarət kitabların elektron nəşrlərin təqdimatıdır. Biz sizə təşəkkür edirik. Biz eyni zamanda Azərbaycan Respublikası Gənclər Fonduna minnətdarlığımızı bildiririk ki, həmişə olduğu kimi yenə də bizim ictimai təşkilatlara, xüsusən də gənclərə, yeniyetmələrə ünvanlanmış layihələr həyata keçirdən ictimai təsisatların bu və digər layihələrini maliyyələşdirir, bizim sizinlə təmasımıza kömək etmiş olur. Direktorunuzu təqdim etməyə ehtiyac yoxdur, tanıyırsınız. Burada Ceyhun müəllim gəlib, Ceyhun Süleymanov həm təşkilatımızın rəhbərliyində təmsil olunur, həm Milli Qəhrəmanların Tanıtım İctimai Birliyinin sədr müavinidir, eyni zamanda televiziya ekspertidir. Onu tez-tez mənimlə birlikdə televiziya verilişlərində görəcəksiniz. Bu yanda bizim Lənkəranın tanınmış ictimai faalı, ictimai xadimi, eyni zamanda Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədr müavini və Lənkəran regionalının rəhbəri Hacı Məhəmməd Məmmədov. Onu siz Lənkəranda müxtəlif yerlərdə görə bilərsiniz. Dövlət tədbirlərində, eyni zamanda xeyriyyəçi kimi və ictimai faal kimi müxtəlif layihələri həyata keçirdir. 2 il bundan qabaq biz Hacının qonağı olmuşduq burada. O evinin yanında, yəni öz kəndlərində şəhid bulağını tikmişdir və orada da tez-tez gənclər gəlirlər, şəhidlərimizi yad edirlər və 1-ci Qarabağ müharibəsinin iştirakçısı veteran Nizami bəy görürsünüz, o da təhsil işçisidir, eyni zamanda iş adamıdır. O da bizim təşkilatın nümayəndəsidir. Hər ikisi və Ceyhun bəy başda olmaqla bizim digər nümayəndələr də buradadır. Onlar Heydər Əliyev irsini gənclərə çatdırmaq üçün bu və digər bizim fəaliyyətlərdə, layihələrdə iştirak edirlər. Mən layihə haqqında qısaca məlumat vermək istəyərdim. Bilirsiniz ki, 90-cı ildən bu yana Azərbaycan özünün növbəti siyasi müstəqilliyini əldə etdi və bir il xaotik bir dövr keçdi. Qarabağda problemlərimiz oldu, müəyyən torpaqlarımız düşmənlər tərəfindən zəbt edildi. Yarım milyona yaxın bizim əvvəl köçkünlərimiz, ondan əvvəl 200 milyon qaçqınlarımız oldu, bilirsiniz ki, Qərbi Azərbaycandan. Və bu zaman xalqın tələbi ilə Heydər Əliyev istefa verdiyi dövlət işinə təzdən qayıtdı. Ona qədər bilirsiniz ki, Heydər Əliyev həm Azərbaycanın rəhbərliyində uzun müddət çalışmışdı, daha sonra SSR-nin ikinci adamı səviyyəsində dövlətə rəhbərlik edirdi. Özdə SSR o vaxtı fövqəladə dünyada tanınmış 2 güc mərkəzlərindən birincisi idi. Bir tərəfdən Amerika Birləşmiş Ştatları, bir tərəfdən SSR və SSR-nin rəhbərində Heydər Əliyev ən çətin işlərə göndərildi. BAM-ın tikilməsi, Çernobıl hadisələri zamanı atom elektrik stansiyası partlamışdı, o var və istər qərbdə, istər şərqdə siyasi görüşlərin təşkilində Heydər Əliyev xüsusi bir şəxs olaraq, dövlətin ikinci bir şəxsi olaraq bu işləri görürdü. Amma 90-cı illərin yanvar faciəsindən sonra Heydər Əliyev dözmədi və Azərbaycana qayıtdı. Azərbaycana qayıtdı ki, bizi birləşdirsin. Azərbaycana qayıtdı ki, sözün həqiqi mənasında modern bir Azərbaycan yaratsın. Və əgər biz bugün qalib bir ölkənin vətəndaşlarıyıqsa, əgər biz bugün 44 gün ərzində 20% torpaqlarımızı geri qaytarmaq iddiasında olan
orduya və dövlətə malik isə bunun bünövrəsi sözsüz ki, Heydər Əliyev qoyub və Heydər Əliyev siyasi dövlətçilik məktəbinin layiqli davamçısı olan İlham Əliyev cənabları bizi nəinki Qarabağda qalibiyyətə apardı, həm də indi Amerika Birləşmiş Ştatlarında Amerika Birləşmiş Ştatlarının prezidenti ilə eyni masada dünyanın taleyini həll edir. Bilirsiniz ki, orada müəyyən konfransı oldu. Almanya Təhlükəsizlik konfransında və digər dünyanın aparıcı siyasi qüvvələri birləşdirən tədbirlərdə ən üst qatda olan dövlət rəhbərlərindən biridir. Bunun üçün sözsüz ki, Heydər Əliyev əbədi mirası, Heydər Əliyevin yaratmış olduğu dövlətçilik, fəlsəfi və tarixi məktəb lazım idi ki, o məktəbin möhkəm bünövrəsi əsasında İlham Əliyev və güclü Azərbaycan bizim, sizin hər birimizin bir həm vətəni, həm də belə deyək, var dövlətimizə çevrilsin. Heydər Əliyev kitabı ilə bağlı biz materiallar hazırlayan zaman yer gəlmişkən hər üç dostumuz, həm Bakıdan gəlmiş Ceyhun bəy, həm Hacı Məhəmməd, həm də Nizami müəllim, Nizami bəy bu kitabın redaksiya kollektivində vardılar və onlar da onlarla məsləhətləşəndə fikirləşdik ki, Heydər Əliyevlə bağlı, indi bizim də sizə gətirdiyimiz başqa kitablar da var, amma Heydər Əliyevlə bağlı sanki çox şeylər deyilib. Sanki televiziya tez-tez onu göstərir, kitablar yazılır, əsərlər yazılır. Amma yenə də nəysə hiss edirik ki, Heydər Əliyevin əbədi və dövlətçilik mirasının heç 10%-də də biz xalqa çatdıra bilməmişik. O adam, o tarixi şəxsiyyət əgər çağdaş modern Azərbaycanı yaradır və get-gedə də o dövlət möhkəmlənir, müəyyən problemlər var, o problemlərin həlli ilə birlikdə həm də xalqın özünü təzədən biz yeniləyirik, təzədən biz dünyanın aparıcı xalqlar sırasına gətirib çıxarda biliriksə, bu o deməkdir ki, Heydər Əliyev sözün həqiqi mənasında çox böyük bir miras bizim üçün qoyur. İndi ola bilər ki, yeniyetmələr, gənclər, məktəblər bilməsin, amma direktorumuz da gəncdir, direktor da bilir, mən də, buradakı dostlar da bilir. Azərbaycanın elə bir yeri yoxdur ki, Heydər Əliyevin izi orada olmasın. Gəlin, o biri tərəflərlə işimiz yoxdur, istəsəniz internetdə axtarışa bilib, nəysə orada öyrənə bilərsiniz. Yadımızda salayım, Lənkəranda aeroport Heydər Əliyevin vaxtında tikilib, Xanbulançay dəriyəçəsi, yəni ki, sizi ekskurs aparırlar, yenə də Heydər Əliyevin əl işidir və fabriklər, zavodlar, konserv zavodu, digər tikililər, salınan yollar, tikililər, yaşayış binaları, hər biri məhz Heydər Əliyevin vaxtında inşa edilmiş və xalqa verilmiş bizim sözün həqiqi mənasında tariximizi özündə gizləyən tikillərdir. Bəzən biz fikirləşirik ki, qədim Babək qalası var, Lənkəranda və hətta deyirlər ki, bəzi qalası Babək qalası, düzdürmü? Vaxt gəlir keçir, indi yadımıza çünki Şahsıvar Xətainin vaxtında da hansısa tikili olub. Burada Stalin vaxtında dairəvi qala və yaxud mayaq və yaxud digər tikillər var, düzdürmü? Amma Heydər Əliyevin vaxtında o qədər tikillər var ki, xalq özü də, keçəndə yanında deyir ki, Heydər Əliyevin vaxtında tikilir, bu dəriyəçi onun vaxtında tikilir. Əslində dövlət başçısı və dövləti idarə edən şəxs də belə olmalıdır. Evin böyüyü, atası necə ki, evi tikir və ailə də orada rahat yaşayır. Dövlətdə də bu belədir. Və Heydər Əliyev yalnız Azərbaycanla bağlı yox, Şərqlə bağlı, İranla bağlı, Cənubi Azərbaycanla bağlı çox möhtəşəm işlər görüb. Təəssüf olsun ki, vaxtın azlığını nəzərə alıb, eyni zamanda layihədə biraz kənara çıxmamaq şərti ilə biz hər şeyi burada sizə danışa bilmirik. Amma Kitabxana.net milli virtual elektron kitabxanamız var, Mirzəli Paşayev adını daşıyır. Orada biz bu layihə çərçivəsində 6 elektron nəşr, o cümlələrində bu kitabın da elektron variantını yerləşdirmişik. Siz Kitabxana.netə girsəniz, orada ilk səhifədə o kitabları görüb, orada oxuya bilərsiniz. Orada bir 120-yə yaxın müəllifin məqaləsi, yazıları var. O yazılarda siz görəcəksiniz ki, Heydər Əliyev Azərbaycan üçün nələr edib və sizin üçün də nələr edib. Çünki Heydər Əliyev olmasaydı, ən azı indiki şərait olmazdı və İlham Əliyev o elədikləri davam etdirməklə, məsələn, indi tələbələr və şagirdlərimiz üçün xaricdə təhsillə bağlı imkanlar yaradılır. İndi tutalım, əvvəllər mənim yadınızdadır, biz Bakıya gedəndə gələndə 2 maşın yanaşı gedə bilmirdi. Amma indi elə bir yol salınır ki, dəmir yolu bilirəm ki, burada tikilir, burada digər tikirlər. Və bütün bunları İlham Əliyevin vaxtında edilsə də, Heydər Əliyev məktəbinin davamçısı olaraq o bünövrənin əsasında bunlar qurulur.
Mən indi birazdan qonaqlara söz verəcəm, amma layihənin məzmununu danışıb, bir də sizin şagirdlərdən xahiş edərdim. Burada Heydər Əliyevin müdrik kəlamları və aforizmləri var. Bir oğlan, bir qız olsa yaxşı olar. Onlardan da oxuyarlar və çox maraqlı olar. Hələlik 2 nəfəri seçə olar, onu hazırlayana kimi biz qonaqlarımızı dinləyərik. Amma layihənin bir mahiyyəti, bir də fəlsəfəsi haqqında 2-3 kəlmə də deyim və sonra da qonaqlara söz verəcəm. Dostlar, vaxt vardı ki, Heydər Əliyevin vaxtında sizin atalarınız, sizin bəlkə də babalarınız Rusiyanın müxtəlif məktəblərinə, ali məktəblərinə göndərilirdi ki, onlar orada işləsinlər, pul qazansınlar və geri dönüş etsinlər burada, daha doğrusu təhsil alsınlar, sonra geri dönüş etsinlər burada Azərbaycanın inşaatına xidmət etsinlər. İndi isə İlham Əliyevin vaxtında həmin o ənənə yenə də davam etdirilir. Əgər siz də bilirsiniz ki, mənimə 600 və digər çox və yaxud 500-dən yuxarı bal alan şagird varsa, indi sizdə yuxarı sinif şagirdləri çox güman ki, azdır, çünki məktəbimiz kompaktdır, həm də Natılan məktəbdir. Amma buradan bitirib digər Lənkəranın məktəblərində oxuyan şagirdlər daha sonra hökumətin hesabına, yəni dövlətin hesabına dünyanın ən möhtəşəm universitetlərində pulsuz, parasız dövlət hesabına gedib oxuya bilərlər. Həmin məktəblər, həmin universitetlər, həmin təhsil ocaqları 100 mindir onun illiyi, yəni bəzilərində 100 min, 200 min də var. Görün, dövlət siz şagirdlərə yalvarır ki, bir dərsinizi yaxşı oxuyun. Heydər Əliyevə, bizim o zəfəri qazanan qazilərimizə, şəhidlərimizin ruhuna layiq olaraq təhsilinizi elə uğurlu aparın ki, elə yaxşı nəticələr əldə edin ki, həm də dövlət sizi götürsün, göndərsin. Çünki aralarında biləm, Lənkəranda şəhid övladları çoxdur. Sizin məktəbdə də yəni ki, var, qazi övladları var və onları dövlət göndərir ki, geçsin, adi məktəblərdə oxusun. Ola bilər ki, bəziləri o xarici ölkələrdə qalsın, amma o da qorxulu hal deyil. 2007-ci ildə ölkə prezidenti biz Gənclər Təşkilatlarının rəhbərlərini qəbul edən zaman çox maraqlı bir fikir söylədi. Deyir ki, ola bilər ki, bu gənclərin bir hissəsi qalsın xaricdə. Amma bu qorxulu hal deyil. Ən azı orada qalaraq onlar Azərbaycanın səfirinə çevrilə bilərlər və Azərbaycan üçün işlər görə bilərlər. Və bu baxımdan da sizin də şansınız çox böyükdür. Bu miras ki, Heydər Əliyev bizim üçün qoyub, bu məktəblər, bu universitetlər, bu müzeylər, bilirəm ki, siz tez-tez müzeyə də aparırsınız şagirdləri. Bu kitablar, bu dövlətin pul buraxdığı, sizinlə görüşlər təşkil etdiyi işlər, Nizami müəllim bağçada çalışır, onun çox yaxşı bir orada işləri var, bağçada şəhidlərin güşələrini yaradır, milli qəhrəmanların şəkillərini qoyub. Bunlar hamısı sizin üçündür ki, siz o Azərbaycan ki, indi sizin üçündür, onu gələcəyə layiqincə davam etdirə bilərsiniz. Dostlar, mən bilirəm ki, sizin hər biriniz bu və digər dərəcədə Heydər Əliyev haqqında həm video filmlər, həm televiziya verilişləri, həm ola bilər ki, bağçada oxuyan zaman bizə aid deyil, əlbəttə ki, yeniyetmələrə aiddir, məktəblərə aiddir. Bağçada oxuyan zaman onun çıxışlarını görmüşsünüz. Çünki Heydər Əliyev həm də yeni nəsli çox sevirdi. İndi də yəni ki, görmüşsünüz, xatirə günlərində göstərirlər, bir çox verilişlərdə nümayiş olunur. Heydər Əliyev gənclərlə necə rəqs edir hətta, uşaqları necə öpür, qucağına, bağrına basır. O çox önəmlidir, çünki o çox həssasdır uşaqlara qarşı, gənclərə qarşı, yeniyetmələrə qarşı. Həmişə arzu edirdi ki, bizim gənclər, bizim şagirdlər dünyanın ən aparıcı olimpiyadalarında, ən aparıcı yarışlarında iştirak etsinlər, yer tuturlar. Əslində Heydər Əliyevin arzuları həm də reallaşdı. Çünki bizdə Avropa musiqi yarışmasında, Avropa yarışmalarında, idman yarışmalarında və digər beynəlxalq tədbirlərdə bilirsiniz ki, indinin özündə də Azərbaycanlı idmançılar, müğənnilərimiz birinci yerləri tuturlar. Hətta mən Şahmat üzrə keçirilən dünya çempionatı, Qarabağ futbol klubu və digər idmançıları, güləşçilərimizdə siz görürsünüz. Əslində bu əbədi miras deyəndə həm də Heydər Əliyevin yaratmış olduğu şəraitdən istifadə edən uğurlu gənclərdən söhbət edir. Bu yerdə mən istərim ki, gəlin bizim bu Heydər Əliyev əbədi miras kitabından bizim Zeynəb xanım, bir də Sahib bəy, 9-cu sinif şagirdləri Lənkəran rayonunun Belədi Natılan Kənd Orta Məktəbinin uğurlu şagirdlərindən ikisi Heydər Əliyevin kəlamlarından, növbət kəlamlarından bizim üçün oxusun, sonra qonaqlarımıza söz verəlim. Qonaqlarımız etiraz edərmi ki, yəni ki? Buyurun, zəhmət olmasın. Tarix həmişə hər şeyi öz yerinə qoyur. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır. Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticəni aradan götürməkdə daha asandır. Hər bir insan həyatda öz yerini tapmalıdır, amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır. Heç kim əbədi qalib ola bilməz. Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatın lazımi səviyyədə inkişaf etdirə bilməz. Kim ki biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur. İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o dinin mənsubiyyətinə asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir. Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır. Heç bir ölkəni özünə düşmən hesab etməməlisən. Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir. Ədalətsizliklə ədaləti bərpa etmək olmaz. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. İlk işə başlayan şəxslərin üzərinə həmişə çox böyük şərəfli vəzifələr düşür. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır. Ağıl olan yerdə zora ehtiyac yoxdur. Yol, iqtisadiyyat, mədəniyyət bir sözlə həyat deməkdir. Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslar nisbətən mənəvi əsaslar daha üstündür. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur. Biz bu kitab yəni çox böyük səhifə deyil, 60-dan çox səhifəsi var. Siz bu kitabı oxuyandan sonra bir qismini sizin məktəbin kitabxanasına hədiyyə edəcək. Amma evə gedənlər, qohum, qonşu, həmyaşıdlarınız ola bilər, başqa məktəblərdə oxuyan şagirdlər ola bilər. Həm də oxuyandan sonra həmin adamlara ötürün. Həm bu variantda, həm də elektron variantda Heydər Əliyevin bizə qoymuş olduğu bu mirası digərlərlə tanış olsunlar. Bilirəm ki, çoxlarınız əslində burada olan bir çox yazıları və kəlamları yaxşı bilirsiniz. Çünki Heydər Əliyev ümumi lider, ulu öndər olaraq xalqımızın qəlbində elə bir məhəbbət özünə abidə olaraq qoyub ki, onun kəlamları Azərbaycan durduza duracaq. Bu yerdə mən istərdim ki, müəllimənin icazəsi ilə Bakıdan gələn bizim bir qonağımız var. Mənə nisbətən o az danışır, çünki o çox iş görür, amma danışma məsələsində həmişə mənə möhtəmə buraxır. Ceyhun bəy, bayaq dediyim kimi Süleymanov, əslən Borçalıdan olsa da, Ceyhun bəy həm də bizim dəyərli dostumuzdur və eyni zamanda Ceyhun bəynin televiziyada tez-tez mənimlə birlikdə müxtəlif verilişlərdə görə bilərsiniz. İctimai faal olaraq müxtəlif tədbirlərdə iştirak edib, Heydər Əliyev irsini, Heydər Əliyevə olan sevgisini gənclərə çatdırmaqda bizə yardımcı olur. Bizim əlbəttə məqsəd və məramımız ondan ibarətdir ki, nəinki elə cənub bölgəmizdə olsun, digər bölgələrimizdə də gənclərimizlə görüşlərdə əsas məqsədimiz ondan ibarətdir ki, necə ki, Heydər Əliyev ulu öndərimizin gənclərə, eləcə də bütün, necə deyərlər, bütün ölkəmizin istiqamətlərində hər zaman prioritet məsələlərdən biri də gənclərin inkişafının daha da səmərəli şəkildə təmin edilməsi və buna bariz nümunə olaraq da Heydər Əliyevin dövründə də olimpiya ocaqlarının, eləcə də təhsil ocaqlarının belə deyək, diqqət və qayğı göstərilməsi bu gün də bizim cənab prezident, Ali Baş Komandanın rəhbərliyinə İlham Əliyev cənablarının diqqət və qayğısı nəticəsində bizim də bir kiçik missiyamız ondan ibarətdir ki, hər zaman gənclərə örnək olaq və bu örnəyin nəticəsi də və sübutu da ondan ibarətdir ki, əlimizdə hal-hazırki bizim Gənclər və İdman Nazirliyinin dəstək sahəsində ərsəyə gəlmiş Heydər Əliyev fondunun dəstəyi ilə ərsəyə gəlmiş Heydər Əliyev əbədi irsi, mirası haqqında bizim gənclərimizə tövsiyəmiz ondan ibarətdir ki, necə ki, öz müəllimlərinin və evdəki valideynlərinin sözlərini, tapşırıqlarını yerinə yetirməklə yanaşı, eyni zamanda da ölkəmizdə baş verən iqtisadi, siyasi proseslərdən məlumatlar olsun və gələcəkdə də öz həyat istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində də öz həyatlarını müəyyən edəsinlər və bu cümlədən də
məktəbin rəhbərliyinə də, rektora da təşəkkür edirik ki, bizə bir şərait yaradıb ki, biz də bu vasitədən istifadə edirik. Eyni zamanda həm əyani də olsa, qiyabi də olsa, elektron sahəsində də, yəni biz bu vasitələrdən istifadə edib bizim gənclərimizin maarifləndirilməsi istiqamətində əlimizdən gələn edirik. Hər birinizə təşəkkür edirəm, sağ olun və gənclərimizə də uğurlar arzu edirəm. Teşekkür ederim. Xatırlayıram ki, 90-cı illərin ortalarından itibaren bir Balaca Qarabağ problemi həll olundu, ateşkəş elan edildi. Heydər Əliyev çox güclü ordu quruculuğu, eyni zamanda iqtisadi, sosial sahələrdə inkişafa nail olmaq üçün böyük layihələr həyata keçirməyə başladı. Dostlar, yadınıza gəlir də əsrin kontraktı, neft kontraktı. Dünyanın aparıcı qurumları, hətta Lənkərana da gəlmişdi, Total şirkəti burada neft axtarırdı. Heydər Əliyev eyni zamanda nəinki daxilində olan, həm də 60 milyonluq dünya Azərbaycanlarını birləşdirmək üçün dünya Azərbaycanlarının kongresi və qurultaylarını təşkil etməyə başladı. Qonşu ölkələrlə, Ermənistanla bilirsiniz ki, böyük konfliktimiz vardı. Ermənistan 20% torpaqlarımızı artıq zəbt etmişdi. Amma Heydər Əliyev fikirləşdi ki, əgər neft çıxarılırsa bunu satmaq lazımdır. Bunu satmaq üçün bunu xarici çıxarmaq lazımdır. Xarici çıxarmaq üçün nə eləməli? Ermənistanla problemimiz var. İranın dünya ilə problemi var. Rusiyadan biraz neft axır, amma o kəmər imkan vermir. Ən yaxşı variant məhz Bakı-Subsa neft kəmərinin, qaz kəmərlərinin çəkilməsi, dəmir yolunun salınması idi və bu zaman Heydər Əliyev sadəcə Gürcüstandan elə bu kəmərləri tikmədilər və dəmir yolunu orada qurmadılar. Bu zaman həm də Borçalı fikirləşdi. Çünki bilirsiniz ki, dostlar, Borçalı haradır bizim? Yəni Azərbaycanların yaşadığı indiki Gürcistan Respublikası. Nedir? Qərbi Azərbaycanda bizim bilirsiniz ki, Zəngəzur var və digər İrəvanın, yəni Yerevan və adlandırılır, amma İrəvan torpaqlarımız var və Gölcə gölü onun ətrafında yaşayış yerlərimiz var. Yəni, o cümlələrində Borçalıda problemlərimiz vardı. Gürcistanda bir çox millətçi qurumlar və insanlar Azərbaycanlara qarşı neysə çıxışlar edirdi. Heydər Əliyev o zaman neft kəmərini oraya tikməklə, hətta dəmir yoluna 5 milyar pul qoydular salınmaqla, orada iqtisadi bir imkanlar yarattı və Gürcistanı Azərbaycanla dostlaşdırdı. Yəni, sözümüz alınır ki, ümummilli lider yalnız Azərbaycanın daxilində yox, dünyanın hər yerində Azərbaycanlarla bağlı olan yerlərdə çalışırdı ki, bizi birləşdirən, bütövləşdirən işlər görsünlər. Və bu baxımdan çox maraqlı, yəni Ceyhun bəy özü Borçalıdan olduğuna görə bunu deyirəm, maraqlı bir məqam da o idi ki, paralel olaraq ölkə başçısı, o zaman Prezident İlham Əliyev və Heydər Əliyev məktəbinin bir nümayəndəsi olan neft şirkətində çalışırdı. Amma Prezident o vaxt Heydər Əliyevdir. Heydər Əliyev qanunları ordu quruculuğuna başladı. Həmin vaxtı, biraz tez, biraz gec, bizim Nizami bəy Birinci Qarabağ müharibəsində könüllü olaraq 5 ilə yaxın vuruşdu. Mən bu vaxtı, o vaxtı düz Nizami bəylə biz tanış deyildik. Amma sonralar o danışanda, xatirələrini deyəndə mən hiss etdim ki, insanlar Azərbaycan adı ilə yanaşı, Azərbaycanla yanaşı, vətənlə yanaşı, həm də Heydər Əliyev deyib, Qarabağ deyib, bizim vətənimiz uğrunda yalın əlahətdə vuruşurlar. Nizami bəy, mən sizə söz vermək istəyirəm. Biraz xatirələrinizi gəzlərlə bölüşün, çünki o vaxtı həm də sən Heydər Əliyevin əskəri idin, hərbiçisiydin. Sizin pedagojiyaya salamlayıram. Biz sizin müşərrəti yaradınız. Bir də sizə xoş gəldiniz. Siz Lənkəranda gəlmişsiniz. Biz sizin buradakı nümayəndənizdir. Həm də mən özüm də təhsil işləyirəm, Baxsada işləyirəm. Bu körpələr yəqin ki, bəlkə də bizim əlimizdən gəlib keçirlər. Ona görə ki, bu körpələri deməli 2 yaşından sonra ana qucağından birbaşa dövlətin qucağına verirlər. Bəlbəsə sizdə bu əmanət verirlər. Yəni ki, bu günləri mən əskərlik xatirəmi deyirsiniz, bəli, 93-cü ildən sonra ciddi dönüş oldu orduda. Biz onun şahidi olmuşuq, yəni özbaşınalıq, hərc-mərzlik, ordunun pərakəndə, hərəsi bir belə komanda verəndə hər yerdən bir qruplaşmazlar yaradılmışdı. O, cənab Ulu Öndərdən sonra, yəni ki, böyük dəyişikliklər oldu. Sonra 93-cü ildə özünüz bilirsiniz ki, ateşkəs elan olundu. Ateşkəsdən sonra ordu bir nəfəs aldı dərindən, sonra hazırlıqlar oldu. Yəni ki, bu gün
Türk generallarının bir sözü var ki, gözəl bir sözü var ki, deyir, biz Azərbaycan elə bir ordu qurdu ki, hətta Azərbaycan əskərinin özü xəbəri yox idi ki, nə ordu qurulur. Azərbaycanın elə ordu daxilində quruldu. Yəni, sonra da 20-ci ildə məlum məsələdir, görüldünüz, şükür Allaha ki, bizim gənclərimiz, bax, bu gənclərimiz bizim deməli, müqəddəs torpaqlarımızı azad elədi. Bax, həmin bu gənclərdir. Bu gənclərdir. Onlar 5 il bundan qabaq da, onlar da belə park arasında oturan gənclərimizdir. Mən gənclərə özüm oturam, sizə xüsusi təşəkkürümü bildirirəm. Mən bildirirəm ki, siz də, biz də gənc olmuşuq, 19 yaşda mən demişəm döyüşə, 4-8 ay döyüşdə olmuşam, orduda olmuşam. Orada olan ki, mən də siz kimi gənc olanda belə getdim, böyük həvəslə. Siz də inşallah, Allah sizə müharibə göstərməsin inşallah, amma daim biz tətikdə olmalıyıq, daim bir əlimiz kitabda, oxumayla bir əlimiz silahlı olmalıdır gənclərimiz. Yəni ki, daim bu cürdə dünya bu gün dəyər bir-birinə. Bilirsiniz ki, bu deməli dövlətimizin, cənab prezidentiniz, ulu önləri davamlısı, cənab prezidentin təşəbbüsü ilə bu günləri yüksək səviyyəli diqqət var bizim təhsildə, müəllimə də özü də bilir. Mən xüsusi təşəkkürümü istəyirəm ki, Lənkəran Astara Regional Təhsil İdarəsinin müdürü Bəhruz müəllimə, Ağamməd müəllimə, Lənkəran deməli regional təhdisatın rəhbəri Emin müəllimə. Bax, siz bunların, bu insanların xüsusi vurğulamaq istəyirəm, mən təhsil işçisi kimi aydınlamam. Siz də bildirin ki, yəni ki, orada Renat müəllimə, Neymət müəllimə, burada bu tikintidə, quruculuqda bu gün dinamik işlər gedir. Yəni bizim baxsamızı görmüşsünüz ki, necə inşallah bu günlərin bu ilki plana da salınıb 5-6 bağça məktəb olunmalıdır. Özü də ki, qabaqki dövrdən fərqli olaraq öz aramızdır. İrəliləyiş var, müəllimə onu da gözəl bilir, o mənim bilir ki, mən nə deyirəm. Yəni ki, fərqlidir. Yəni ki, bu günlər bizim rəhbərliyimiz, yəni cənab prezidentin siyasətin yeridirlər. Onun yəni ki, bilirsiniz ki, cənab prezidentin nə boyda təhsilə yəni ki, diqqəti var. Yəni ki, bağça, məktəb təmir eləmək elə belə bir şey deyil. O milyonlara başa gələn bir vəsaitdir. Yəni ki, dövlətin büdcəsindən ayrılır, bu günləri orduya, təhsilə güclü sərmayələr yatırılır, beyinlər yetişdirmək istəyir. O beyinlər də ki, sizdədir, əziz balalar. İnşallah siz də məktəbdə dərslərinizi cənab prezidentin tövsiyəsi ilə bacaracaqlarınızı hamısını yerinə oxuyun, gecə gündüz oxuyun, bizi təmsil edin, bizim ümidimiz sizsiz. Siz olmasanız bizim də gələcəyimiz yoxdur. Yəni ki, sizin elmli o beyinlər ki var, o beyinlər sizsiz. Sizi bağrıma basıram, uğurlar ardıcam, hamımıza. Çok sağ olun. Öz aramız deyə yerli-bazlıq edirsiniz. Bir Lənkəranlı danışanda artıq yaxşı əl çalışsın. Amma Borçalıdan gələn qolağı heç belə əl çalmır. Dağlı Bakıdan gələn Borçalı qolağı. Dostlar, mən bir dəfələ də bizim dəyərli qolağımıza da söz verəndən sonra yenə də gənclərdən xahiş edəcəyəm. 18 və 19-cu səhifəni oxuyacaqlar. Elə insanlar var ki, bayağı da qeyd etdik, amma canlar maşallah yaxşı danışırdınız, əvvəldə belə danışmadınız. Sizin bağça təmir olmandan sonra aldığınız enerjiden ibarətdir, ya nədəndirsə, amma çox yaxşı. Deməli dostlar, bizim kimi Bakıda müxtəlif bölgələrdə olan şəxslər, biz danışmağı bacarırıq, layihələr həyata keçiririk. Məsələn, bu yaxınlarda kim deyər, fevralın 2-si hansı günüdür Azərbaycanda? Gənclər günü. Gənclər günü sizin məktəbdə yəni ki, qeyd eləmişsiniz. Biz Goranboya getmişdik, Gənclər paytaxtı idi. 2 il bundan qabaq yanılmıyorsa Lənkəranla Gənclər paytaxtı idi və bu tarixi hadisələr vaxtı, günlər vaxtı Azərbaycan Gənclər Fondu siz gənclərə ünvanlanmış çoxlu sayda layihələr həyata keçirdik. Layihələr həm intellektual baxımından, həm kompüter oyunları baxımından, həm sizin özünüz də hətta yeniyetmə yox, gənclik yaşına çatanda Gənclər Fonduna öz ideyanızı verə bilərsiniz və onlar maliyyələşdirib sizin layihələri geniş auditoriyaya çatıra bilərlər. İş görən insanlardan biri də Lənkəran üçün, Azərbaycan üçün çox dəyərli bizim Yeni Yazılar və Sənətlər İctimai Birliyinin İdarə Heyəti üzvü, sədr müavini eyni zamanda yeni gəlmişə o da və Nizami müəllim də bizim Lənkəran bölməmizin rəhbərliyində təmsil olunanlar biri sədrdir, biri də müavindir dostlarımızdan. Yeni media portalımız var, onların da şöbə müdürləridir və Hacı Məhəmməd Məmmədovdur. Hacı Məhəmməd bəyə söz vermək istəyirəm. O, Heydər Əliyevin pərəstişkarıdır. O, hətta Rusiyada yaşayanda vaxtı ilə orada da Heydər Əliyev ilə bağlı öz iş otağında böyük portret asmışdır. Burada onun
iş otağında yenə də Heydər Əliyev və İlham Əliyev, eyni zamanda şəhidlərimiz, bağça bayrağımız, onun bayrağın portreti şəkli orada onun kabinetində var. Amma Nizami bəy bilmirəm burada bilmədir. Bağçada da çox yaxşı bir şəhidlərdən və qazilərdən, milli qəhrəmanlardan ibarət güşə arzulayıb. Ona görə də İctimaiyyət adından sizə təşəkkürümüzü bildirir. Borcumuzdur. Məndən bəy, buyurun, sizin də Heydər Əliyev bağlı fikirlərinizi dinləyib, sonra davam etdirəlim yenə. Xoş gəlmişsiniz. Bizim müəllimlərimizə salamlayırıq. Bağlamızda şəhidlərimizə salamlayırıq. Heydər, öləndə Heydər Əliyevdən nə qədər danışsaq azdır. Yəni, hər tərəfli şükür Allah söhbət elədiniz. Öləndərin həqiqətən zəhməti bizim üstümüzdə çoxdur. Allah onu qəniyyən rəhmət eləsin. Bugünkü gün Xocalı günümüzdür. Xocalı günümüzdə şəhidlərimizə Allah rəhmət eləsin. Bizim Ali Başkomandanın da siyasətini dəstəkləyirik. Hər zaman Ali Başkomandanın yanındayıq. Bir əskər kimi həqiqətən bir dövlətin o qədər bizim üstümüzdə əziyyəti var. Biz həqiqətən kənardan deyirlər ki, dövlət falan məsələn, bugünkü günü 44 günlük müharibədə dövlət öz gücünü göstərdi və gördü ki, bizim dövlətimiz nəyə qadirdir. Allah dövlətimizi də qorusun, bir dövlətin əskəri kimi biz də dövlətin siyasətini dəstəkləyirik və bağlarımıza da məsləhət görürük ki, həmişə dövlətə sadiq olun. Bu qədər. Sağ olun. Əziz dostlar, siz orta məktəbi bitirəndən sonra bir böyük qisminiz ali məktəblərə daxil oldu. Mən bildiyim qədərdə Lənkəran bölgəsi bu yaxınlarda ən çox təhsildə uğur qazanmış şagirdlərinə görə respublikada tanınır. Hətta nəinki Azərbaycanda, bu cənub bölgəsi həm də xaricdə təhsil alan şagirdlərin, abituriyentlər və tələbələrin sayına görə yüksək faizlə birinciliyi əldə edir. Özü ən maraqlı cəhət odur ki, müəllimə, xanımlarımız, xanım şagird və abituriyentlərimiz daha böyük uğurlar qazanır. Əvvəllər biz qızların təhsili ilə bağlı problemlərdən danışırdıq, erkən niyyalardan danışırdıq. İndi deyəsən, birazdan oğlanlardan danışmağa başlayacaq. Çünki oğlanlarımız biraz təhsildə zəifçilik göstərirlər. Düzdür, onlar müharibə zamanı bizə lazım edir. Bəli, onlar orduda xidmət etməlidirlər, idmanda uğurlar qazanmalıdırlar. Amma biz oğlanlarımızın da təhsildə, elmdə və texnikada, digər sahələrdə uğur qazanmasını arzulayırıq. Çünki bir tərəfli inkişaf heç vaxt olmaz. Dostlar, gəlin Heydər Əliyevin kəlamlarından yenə də dinləyək, bizim gənclərə söz verək, onlar bilsinlər, sonra davam edək. Azərbaycanın nefti gələcəkdə bəşəriyyətə sülhə, əmin-amanlığa xidmət edəcəkdir. Azərbaycan işğal olunmuş torpaqlarında azad edilməsi üçün döyüşəcək, vuruşacaq və Azərbaycan dövlət müstəqilliyini və ərazi bütövlüyünü təmin edəcək. Başqa dinlərdə dözümlülük, başqa dinlərdə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinə xüsusiyyətidir. Bu tarix boyu Azərbaycanda, Qafqazda öz əksini tapıbdır. Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır. Bazar iqtisadiyyatının ən böyük xüsusiyyəti ondan ibarətdir ki, insanlara sərbəstlik verilir. Onlar təşəbbüs göstərərək çox iş görə bilir. Bir hadisənin qarşısını almaq, o hadisə baş vermədən sonra onun nəticəsini aradan götürmək daha asandır. Bir Azərbaycanlı, Azərbaycanın prezidenti kimi fərq edirəm ki, Azərbaycan xalqı belə zəngin mədəniyyətə, zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycanda peşəkar musiqinin əsasını böyük Üzeyir Hacıbəyev qoyubdur. Bir hadisənin qarşısını almaq, o hadisə baş vermədən sonra onun nəticəsini aradan qaldırmaqda daha asandır. Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik. Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləyirik. Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi ənənələr arasında tərbiyə edilsinlər. Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq. Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan Azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onları ümumbəşər dəyərləri sintezindən, inteqrasiyasından bəhrələmək deməkdir. Hər bir Azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı, Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini yaşatmalıyıq. Biz müstəqil dövlətdik
Müstəqil dövlətin özünə məxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bu hissəsi olan ordu təşkil edir. Biz öz milli mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsillər böyük sınaqlardan keçmiş bu mənəvi əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Biz Bakıda Azərbaycanı tamam ayrı cürə görürük. Biz Bakıdan yaşayanlar Heydər Əliyev, onun irsi, Heydər Əliyev, İlham Əliyev, Azərbaycan dövlətçilik tarihinə tamam başqa bir baxışla baxırıq. Amma bugün istərdim ki, bizim müəlliməyə söz verək. Görək, Lənkərandan necə görsənir Heydər Əliyev irsi, Heydər Əliyev və gəncliyi, Heydər Əliyev və yeniyetmələr. Müəllimə, buyurun zəhmət olmasa, sizlərdən bir psixologdur bildiyim qədər, bir də pedagogdur. Harada danışacağız? Gel buraya gelin. İlk önce hamınızı salamlayıram. Bir daha uşaqlar sizi salamlayıram. İstəyərdim bugünkü təqdimatla bağlı ilk önce bugün 26 fevral Xocalı soyqırımı ilə əlaqədar şəhidlərimizi bir dəqiqəlik yad edirik. Xahiş edirəm. Əziz uşaqlar, hamınızı bir daha qonaqlarımızı salamlayıram və sizi salamlayıram. Bugünkü Heydər Əliyev Əbədi Miras kitabının təqdimatında sizə bildirmək istəyirəm, bir el misalımız var ki, keçmişini unudan gələcəyini görə bilməz, yəni gələcəyini düşünə bilməz. Biz hər zaman sizinlə məktəbdə, tədbirlərimizdə ilk öncə ulu önlərimizin anım gününü, doğum gününü böyük təntənələ qeyd edirik. Onu qeyd edərkən hər birimiz özünüz hazırladığınız tədbirlərdə hazırlıq gələn hər bir uşağın öz missiyasından gələn tədbirləri bilirsiniz. Özü çıxış edəndə danışırsınız ki, biz bunu öyrənib gəlib söyləyirik ki, ulu öndər biz uşaqların gələcəyini düşünərək təhsilimizə xüsusi qayğı göstərir. Və bugün ulu öndərimizin davamçısı olan İlham Əliyevin siyasəti nəticəsində biz bugün gözəl addımlayırıq sizlərlə birlikdə. Şəraitimiz, məktəbimiz, sağ olsun təhsil şöbəsi, sağ olsun Azərbaycan Təhsil Nazirliyi diqqətinə görə məktəbimiz elə bir ki, istilik sistemi ilə təciz olundu. Təşəkkür edirik bütün nazirliyin işçilərinə bir daha. Bu şəraitdə hamısı ulu öndərimizin bizə göstərdiyi qayğıdır. Biz çalışaq, ulu öndərimizin siyasətini daima davam etdirək. Biz sizə, siz də bizdən sonra gələnlərə davam etdirəsiniz və hər bir zaman onun tapşırıqları ilə dövlətimizi sevək və arzu edirəm ki, siz məktəbi bitirib, ali məktəblərə addım ataraq gələcəyin yapıçıları olasınız. Sizə bunları arzu edirəm və onu qoruyub saxlaya biləsiniz. Necə mən bir yapıcı olaraq öz gördüyüm uğurlarımdan siz övladlarımıza da, gələcək nəsilə də bunu arzu edirəm. Əziz dostlar, hər birinizə təşəkkür edirəm. İlk növbədə müəllimə sizə məktəbin direktoru olaraq çox böyük minnətdarlığımı bildirirəm. Sizin ailə həmişə Azərbaycanda, Lənkəranda tanınmış bir ailə olub. Bacınız bizim təşkilatında özüdür Leyla xanım, bizim ilk tarixçi, alimdir Lənkəran bölgəsində, eyni zamanda müzeyimizin, xan evinin direktorudur. Lənkəran Dövlət Üniversitəsində çalışır. Ona da bizim salamlarımızı çatdırın. Çünki bu toplu hazırlanan zaman net kollegiyanın da bir üzvü Leyla xanımdır, bizim tarixçi alimimizdir. Heydər Əliyev Əbədi İrsi layihəsini, qısaca adı belə deyək, layihəsini maliyyələşdirən Azərbaycan Respublikası Gənclər Fonduna təşəkkürümüzü bildiririk, dövlətimizə minnətdarlığımızı bildiririk, Qarabağ Fatihi və Qarabağ zəfərinin dünyaya çatdırılmasında xüsusi rolu olan bizim yaradıcı insanlara və kütləvi informasiya vasitələrinin nümayəndələrinə minnətdarlığımızı bildiririk. Eyni zamanda Heydər Əliyev irsini və siyasi dövlətçilik məktəbinin davamçısı Prezident Ali Baş Komandar Qarabağ Fatihi İlham Əliyevə təşəkkürümüzü bildiririk ki,
xalqı, ordunu, insanları, gəncləri birləşdirib 20% torpaqlara düşmən tapdağı altında azad etdi və Azərbaycanı kifayət qədər güclü dövlətlərin sırasına çıxarda bildi. Bir daha hər birinizə təşəkkürümü bildirirəm. Mən son söz olaraq hörmətli direktorumuza. Əziz qonaqlar, biz sizə təşəkkür edirik bu günümüzə, vaxt ayırıb kəndinizi var olasınız. Biz də uşaqların adından və tarafından sizə təşəkkür edirik. Minnətlərim, çox sağ olun. Biz sizdən xahiş edəcəyik ki, gəlin bir kollektivdə şəkil çəkək.